Qədim zamanlarda bir vəzir varmış. Nə baş versə də hər zaman bunda bir xeyir var deyərmiş. Bir gün kral ova çıxır. Bir maralı vurmaq üçün yayını gətizdirir. Ox atmaq istəyərkən gərilmiş yay qəfil qırılır və kralın iki barmağını qoparır. Vəzir bunu görüb yenə deyir: "Bunda da bir xeyir var." Kral buna çox əsəbləşir və əmr edir ki, bu vəziri zindana atın və ömrünün sonuna kimi oradan çıxmasın. Vəzir zindana aparılarkən yenə deyirmiş: "Bunda da bir xeyir var." Aradan illər keçir. Bir gün kral yenə ov edərkən meşədə atı birdən-birə qorxub və dəli kimi qaçmağa başlayır. Kral naməlum bir yamyan qəbiləsinin əlinə düşür. Yamyanlar kralın adamlarının hamısını yeyir. Amma kralı yemirlər. Çünki onların inancına görə bədənində qüsur olan insanı yemək olmazmış. Kralın isə iki barmağı yox idi. Kral sağ-salamat saraya qayıdandan sonra ilk işi vəziri zindandan çıxartmaq olur. O vəzirə deyir: "Deməli, barmağımın qopmasında həqiqətən bir xeyir var imiş. Amma sən zindana düşəndə də bunda da bir xeyir var deyirdin. Bunun xeyri nə oldu?" Vəzir gülümsəyib və cavab verir: "Əgər mən zindanda olmasaydım, sizinlə birlikdə ova gedəcəkdim. O zaman yamyanlar məni də yeyəcəkdilər."